Salam Üskü Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Həmişə olduğu kimi bugün də çəkiliş qrupumuz Göyçay rayonunda Ezamiyədir. Bugün biz rayonda yeni açılmış Fox ticarət mağazasındayıq. Gəlin bu mağaza ilə yaxından tanış olaq. Bəli, hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Göyçay rayonunda yeni açılmış Fox İnşaat mağazasındayıq. Özünüzü təqdim edin, zəhmət olmasa. Rəhimova Sona, Fox İnşaat işçisi, mühasib vəzifəsində işləyirəm. Fox İnşaat may ayının 1-dən açılışa başlayıb. Açılışımız yeni olmağına baxmayaraq, alıcılarımızın kütləvi sayı var. Biz dövlət başçısına buna görə minnətdarlığımızı bildiririk ki, sahibkarlara belə bir şərait yaradıb. Açılışımıza görə endirimli qiymətlərimiz var, ustalara faizləri verilir. Biz bildiyimizə görə xanım, yəni eşitmişik, yeni açılmağına baxmayaraq bu mağazanın haqqında müsbət fikirlər, rəylər söylənilir. Yəni sakinlər tərəfindən eşitdiyimizə görə şəhid və qazi ailələrinə də sizdə endirimlər olur, diqqət və qayğınız danılmazdır. Bəli, rəhbərimiz işçilərə tapşırıb, şəhid və qazi ailələrinə endirimlərimiz var. Alış qiymətindən mallar təqdim olunur. İşçi sayınız da çoxdur da burada? Bəli, işçi sayımız da çoxdur. Dövlət başçımızın şəhid və qazi ailələrinə yetirdiyi diqqətdən biz də mağazamızda yararlanırıq. Kasıb və kimsəsiz ailələrə də diqqət göstəririk. Əliboş geri qaytarmırıq. Çox sağ olun. Siz də sağ olun. Bəli, hörmətli izləyicilər, Göyçay rayon sakinləri, əgər siz keyfiyyətli və ucuz məhsullar əldə etmək istəyirsinizsə, Fox İnşaat mərkəzinə gələ bilərsiniz. Üskü Xəbər Info və Inform Xəbər TV-nin baş direktor Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, Göyçay.